Mərfəd Çeşməsi verilişində xoş gördük. Əziz tamaşaçılar, bildiyiniz kimi hər həftənin bu günü biz vilayət ayələri haqqında söhbət edirik. Neçə verilişdir ki, dəyərli qonağımız sizə çox əhəmiyyətli nüansları çatdırır. Keçən verilişimizdə biz çox gözəl bir ayənin izahı ilə tanış olduq. Ayə bundan ibarət idi ki, insanların bütün əməllərinə Allah Taala, Peyğəmbər və möminlər şahiddir. Necə şahiddir, hansı şəraitdə bu şahidlik baş verir? Üstadımız bunlar haqqında siz əzizlərə ətraflı məlumat verdi. Bugünkü verilişimizdə də yeni bir ayənin izahı ilə siz əzizlərin görüşünə gəlmişik. Bizləri YouTube, Instagram və Facebook platformasından izləyən əziz izləyiciləri də salamlayıram, axşamınız xeyir olsun deyirik. Və hörmət tamaşaçılar, ekranda gördüyünüz nömrə vasitəsilə ürəyiniz istədiyi dini çərçivədə hər hansı bir sualı bizə rahat şəkildə yönəldə bilərsiniz. Çalışaqın ki, dəyərli tamaşaçılar, sualımız mövzuya uyğun olsun. Niyə? Çünki biz Mərfəd Çeşməsi verilişində çalışırıq ki, bütün mövzular və məxsusən də o mövzular ki, İslamda çox əhəmiyyətlidir, onların hamısına bir-bir toxunaq. Əziz tamaşaçılar, vaxt itirmədən dəyərli qonağımızı sizə təqdim edirəm. Studiyamızın qonağı cənab Höccətülislam, alim, ustad, sayvərdir. Ustad, mən sizi salamlayıram, çox xoş gəlmişsiniz Mərfəd Çeşməsi verilişinə. Necəsiz? Aleykümselam və rəhmətullah. Mən də siz, əziz, hörmətli cənab, əziz tamaşaçılara salam ərz edirəm. Allah razı olsun, ustad. Allah ömrünüzə, elminizə bərəkət versin. Allah sizi daim qorusun. Ustad, qaldığımız yerdən davam edək. Buyurun, söz sizdədir. Bismillahirrahmanirrahim. Və minən nas mən yəşri nəfsəhu ibtiqaə mərzatillah. Allahu rəufun bil ibad. O ayələrdən ki, vilayət ayələrindən sayılır və xüsusilə Əmirül-Mömininin fəzilətini göstərir. Bəqərə surəsində 207-ci ayət. Mən bu ayəni izah eləməmişdən əvvəl istədim bir kitab təqdim edəyəm əziz tamaşaçılara. Mövsuətül İmamə fi Nusus Əhl-i Sünnə. Bu bir kitabdır, 5 cildidir. O Əhl-i Sünnətin öz kitablarında, mənabeyində imamətə aid nə hədislər var, nə sözlər var, yığıblar. Adı Mövsuətül İmamə fi Nusus Əhl-i Sünnə. İmamət inskriplodiyası Əhl-i Sünnət mənbələrində, nəsrlərində. Müəllif kimdir usta? Bu Ayətullah Uzma Şəhabəddin Mərəşi Nəcəfinin işrafı ilə o zaman rəhmətullah əleyh yazılıbdır. Sonra bu diqqət araşdırılıb mənbələri və 1-ci cildi Əhlül Beyt fil Qur'andır. Bu bir kitabdır ki, çox dəyərli kitabdır və dəqiq hədislərin mənbəyi, sənədləri hamısı gəlibdir. Başqa dillərə tərcümə olunub, yoxsa elə ərəb dilindədir? Mən dəqiq xəbərim yoxdur başqa dillərə. Ərəb dillərə də vardı. İnşallah bu ayənin də hədislərinin bəzi mənbəyin buradan oxuyacaq. İnşallah. Bu ayə Bəqərə 207-dir. Burada Allah-u Teala Quranda insanları adətən bölər. Bəzi insanlar belədir, bəzi insanlar belədir. Bu cür bölər. Amma bölmə ölçüləri fərq edir. İstədim onu soruşam. Yəni hansı meyar nədir? Meyarlar. Bəzən məsələn dünya və axirət meyarı ilə bölər. Bəzilər həm dünya istəyirlər, həm axirət. Bəzilər fəqət dünya istəyirlər. Bu cür bölər. 205-dən 207-yə canda cinə insanları bölür.
nə dünya istəmək, axirət istəmək. İxlas və nifaq baxımından bölür. Bir sıra insanlarda iman xalisdir, ixlasları var. Bir sıra insanlarda yox. İman xalis deyil, nifaqdır. Ona görə insanları bölür iki qismə. Başlayır, deyir, bəzi insanların sözləri gözəldir, əməlləri gözəl deyil. Və minənnas mən yu'cibukə qovluh. Onun sözü gözəldir. Sözündən təəccüb edəyəsən, özündən yox. Yəni, dediyi özündə yoxdur. Dediyi ilə yaşamaz. Ayrı formadır. Şuar verər, amma içərisində hissat yoxdur. Mən yu'cibukə qovluhu və yushhidullah la ma fi qəlbi. Hətta Allaha da şahid gətirər ki, qəlbində bütün şeylər vardır. Amma və huva ələddul xisam. Haqqə nisbət ya bu inadkardır. Haqqı qəbul etməyə inadı hamıdan çoxdur. Amma sözü maraqlıdır, sözü cazibəlidir, sözü gözəldir. Adam sözünün qarşısında atmosferinə düşür. Amma əgər buna versin bir yerdə qudrət əlinə gəlsə, təvəlla səafil ərzə yusidə fiha. Qudrət əlinə gəlsə, onda yavaş-yavaş içərisi görsənər. Bizim bir rəfiq var idi. Bunun bir maraqlı bir cümləsi var idi. Deyərdi, bəzi insanlar burnuzları içərisindədir. Görsənməz. Amma bir şərait yarandı, görsən yox. Bu burnuzlar çıxdı eşiyə. Deyir, İza təvəlla səafil ərzə liyufsidə fiha və yuhlikul hərsə və nəslə. Bu, yer üzündə fəsad eləyər, əgər qudrət əlinə göstərsə. İndi qudrət əlində dəyi, ədalətdən danışır, qudrət əlində dəyi, gözəl cümlələr deyir. Və lakin, belə dəyi, Vəllahu la yuhibbul fəsad. Allah heç vaxt fəsadı sevməz, yəni bunun işlərini sevmir Allah. Əvvəla bu münafiqdir, ikinci bu Allah da bunun işlərini sevmir. Hətta bu muizə də qəbul eləməz. Nəsihət də qəbul eləməz. Yəni, fəqət danışandır, qulasan deyil. Quranda bir sıra ayələr var. Buyurur ki, bəzilə Peyğəmbərin yanına gəlirlər, leyocadiluç, Peyğəmbərə deyirlər, Allah-u Teala. Gələr səndən ispor eləsin, sənə söz desin, geçsin. Hazır da sözü deyəndən sonra dayansın, qulaq assın. Bir tərəfli danışma əhlidir. Yəni, görürsən, oturur, danışır. Xob, biraz da səbr elə gör, sənin sözünün cavabı var, yoxdur. Sənin sözün tam düzdür, başqalarının sözü nədir? Bu bir növ xudrəy, xudpəsənd. Özünün bəyənən. Deyir, buna da desin, təqvalı ol, əxəzəthul izzətu bil ism. O günahdan gələn ücb tutar biləsin. Bir izzət var, Allah tərəfindən gələr. Həqiqi izzətdir, insan ruh kamilləşmə izzətidir. Bir izzət var, insan xudpəsətliğindən gələr, özünü bəyənmağından gələr. Deyib, bu tutar bilər. Hər halda, Allah-u Teala bunları danışır, deyib, bir sıra insanlar belədir. Bəs vəsfiləri budur. Nifaqları var, bir. Allahın yanında bunlar məhbub deyirlər. Sevilmirlər. Üçüncü də muizə qəbul eləyən deyirlər. Bir tərəflidirlər. Sözləri də gözəldir. Yəni, sözlərində də mümkündür, deyəsən, nədir, gözəl deyil. Fəhəsbuhu cəhənnəm deyir, bunların yeri cəhənnəmdir. Və ləbi əsəl-məhad. Yaxşı, bu bir. Sonra davamında bunun müqabilində ayrı adamı deyir. Deyir, bəzi insan, amma belə deyir, ha. Və minənnas mən yəşri nəfsəhu ibtiqaə mərzatillah. Bir sıra insanlar xalis Allah üçündürlər. Satarlar canlarını ibtiqaə mərzatillah. Allahın razılığını qazansınlar. Yəni sərmayələrini Allaha satarlar və Allahın razılığını alarlar. Yəşri alarlar mənasında deyil, satarlar mənasındadır. Yəştəri, yəni alarlar. Yəşri, yəni satarlar. Çün bəzilər, bu xatirə ki, bu ayə Əmirül-Mömininə aiddir, buna ayrı bir fəzilət, ayrı bir adama düzəssinlər, gəlirlər, bu Süheyb barəsindədir. Hər kim olsun, amma İmam Əli olmasın. Bəli, ki, bu Süheyb Rumi, vaxtı Məkkədən hicrət edirdi Mədiniyə,
müşriklər qanun aldılar. Dedilər, olmaz, biz səni qoyaq gedəsən. Sən bura girəndə heç nəyin yox idi. İndi buradan da çıxanda heç nəyin olmuyor. Yəni, tamamı mal dövləti cəhv verəsən, sonra gedəsən. Çünki sən buradan hamımızın yığmısan. Bu da bu xatirə ki, canını xilas eləsin, hazır oldu. Malını versin. Malını verdi və canını xilas elədi. Bəzilə bu ayə o barədədir. Mərhum Əllamə gətirir, deyir, burada bu canını aldı, nə satdı? Müşriklər bunun istəyirlər saxlasınlar, ya öldürsünlər. Hələ-halda canını qutardı, bu canını qutardı. Ayət canını qutarmadan danışmır, canını satmaqdan danışır. Bu canını aldı. Ona görə deyirəm, yəşri almaq mənasında deyil, yəşri nə mənasındadır? Satmaq. Ona görə mərhum Əllamə buyurur ki, bu ayənin cümlələri ilə də o söz düzdəyir. Eyni halda ki, bizim mütəvatirə yaxın hədis varımızdır ki, bu ayə nə barədədir? Əmirəl-Möminin barəsində. Hələ o hədis şinaslıqdan əlavə, çünki mərhum Əllamənin üslubu budur ki, Quran öz ayələrindən izah edir. Ayənin özü də o sözlə uyğun gəlmir. Həm hədislər üst-üstə düşmür, həm ayələr üst-üstə düşmür. Çünki ayə deyir, insanların bəzi yəşri, nəinki alır, satır canını. Vallahu raufun bil ibad. Allahu Teala bəndələrinə mehribandır. İndi o da ayə mən eləyəcəm. Axır cümləsi nədir? Mənası. Bu ayələr insanları iki qrupa bölür. Hələ Əmirül-Möminindən qabaq bu ayələri ərz edeyim. Bəzi insanlar ticarətdə Allaha satarlar. Bəzi insanlar yox. Hələ çıxmayıblar öz qabıqlarından. Öz xutbə satdıqlarını, özünü görsətmələrini, özlərini təqdim eləmələri, hələ o qabıqdan çıxmayıblar. O mərhələdədirlər. Pəs bu ayə insanları bölür iki qrupa, xalis olan insanlar və bu isə hələ yox. Allaha tərəf, Allahla alver eləmək bunların həyatlarında hələ yoxdur. Yaxşı. Bu mənada umumi bir sözdür. Yəni, bu mənada kamil bir umumi sözdür. Amma ayələrin şə'n-i nuzulu da var bəzisinin. Düzdür, şə'n-i nuzul ayənin umumi mənasını darısqallaşdırmaz, balacələşdirməz. Ayə eyni halda ki, umumi bir söz bölmədir. Bu ha vaxt nazil olubdur. Umumətli ola nazil olubdur Əmirül-Möminin zamanında. İmam Əlinin işinə nazil olubdur. Demirik, ayənin mənası həsr olur ona. Ayə umumi mənası var. Lakin Əmirül-Möminin şə'n-i nuzuludur. Şə'n-i nuzul ayəni darısqallaşdırmaz. Yaxşı. Bu hansı, nə barədədir? Nə baş verdi ki, bu ayə nazil oldu? Bəli. Tarixdə. Ayələr, mən istəyirəm elə bu kitabı ki, təqdim elədim. Bu kitabın özündən bu hədisləri oxuyayım ki, bu nə baş verdi? Düz. Bəli. Maraqlı ayə idi, ustad. Bəli, bu ayədə 207 Bəqərə 207-də Allah-u Teala o insandan danışır ki, bu canını satır. Buyurur ki, çoxlu ravilər o cümlədən Soddi, Əbu Səid Xidri, Abdu İbn Abbas, Ali ibn Hüseyn, İmam Səccad əleyhissalam və ayrı sənədlər sonra gətirir. Bunlar nəql eləyirlər, bunlar ravidilər. Yəni, nəql eləyirlər, məsələn, Soddi nəql eləyir, hədis-i qari ki, şəvahid-ü tənzildə hakim Həsqani gətirir, deyir ki, bu ayə nazil olubdur o vaxt ki, fəətə qarə sur. Peyğəmbər Sur məqarasına tərəf getdi.
və əmərə Aliyə ibn Əbi Talib fənamə əla firashı. Onda özü ki hicrət elədi, o gecə göstəriş verdi ki, Əli əleyhissalam yatsın Peyğəmbərimizin yerində və kanət uyunul müşrikin yəxtəlifuna yanzuruna ilə Aliyyin naimən ilə firashə Rasulillah. Bu müşriklər də 40 nəfər idilər, hər tayfədən neçə nəfər idi ki, Allah-u Teala bir növ elədir, bunlar Peyğəmbərin çıxmağını görmədilər. Bunlar bir nəfər yatmağını Peyğəmbərin yerində görürdülər, gəlirlər, hey gedirdilər evin yanına, baxırdılar evə tərəf. Yerindədir, yox, gördülər, bir nəfər yatıbdır, Peyğəmbərin də o yorqanı, o ki, üstünə çəkərdi, o da onun üstündədir. Və əleyhi bordun li Rasulillah əxzər. Peyğəmbər bir yaşıl parça ilə, bordla, bord yəni parça, üstünə çəkər, o yaşıl parça da Peyğəmbərin yerində, elə yatağında yatan şəxsin üstündədir. Fəqalə bəzuhum li bəzin şoddu əleyh. Bəzən elə indi hücum eləyək. Gedək Peyğəmbərimizi nəzubilə öldürək. Fəqalə, gəldi deyilə, yox, ər-rəculun naimun. Bu yatıbdır. İstəsəydi qaçsın, bundan əvvəl qaçardı. Görürsünüz, yatıbdır. Qoyun dursun ayağa. Bir növ mənim izahım budur ki, yəni istərlər ayağa qalxsın, tutsunlar, əzab da versinlər. Yəni, yuxuda ölməsin. Rahat öldürməsinlər də öz alimlərində. Bu cür. Bunlar sübh oldu, qamə əliyyun fəəxəzu. Əlini tutdular. Peyğəmbər yoxdur. Qalu, əynə sahib oç. Və sənin dostun hanı? Sənin Peyğəmbərin haradadır? Qalə ma ədir, siz mənə məcər tapşırmışdınız. Mən bilmirəm haradadır. Fəəygənu ənəhu qəd təvəccəhə ilə Yəsrib. Bunlar deyirlər, hətmən gedibdir Mədiniyə tərəf. Getdilər Mədinə tərəf axtarmağa, tapmadılar, hələ mümacirat gəldi də, gəldilər. Birinci xəlifə bə. Məğariyəzən tapdılar və ənzələllah fi əliyyin və minənnas mən yəşri. Nəfsəhu ibtə. Bu ayəni nazil elədi Allah-u Teala Əlinin barəsində. Baxın, Peyğəmbərin yerində yatıbdır, öz canını Allaha satır. Hətta Əbu Səid Xedri bir macera nəql edir, çox əcib maceradır. Allah-u Teala Cəbrəil və Mikailə vəhy edir ki, inni qəd axəytu beynəkum. Mən sizi bir-birinizə qardaş eləmişəm. Necə Peyğəmbər Əmirül-Möminin qardaşdır, Cəbrəil də Mikaillə bu mənəvi qardaşlığı var. Və cəəl, amma bir dana məsələ var. Birinizin ömrü o birisindən çoxdur. İndi öz ixtiyarınızda hansını seçsiniz, seçin. Düz. Biriniz məsələn qiyamətə bir il qalmış, məsələn dünyası dəyişəcəksiniz, qiyamətə gedəcəksiniz o bir aləmə, biriniz yox. Axıracan. Hansınız? Bu hədisdə var, heç biri razı olmadı o birisinə isar eləsin, fədakarlıq eləsin. Fəkilahuma ixtara əl-həyat. Həm Mikail, həm Cəbrəil istə yaşamağı istədilər. Və əhəbbəl-həyat. Yaşamağı sevdilər. İnsan əksin fikirləşərdi usta. Əfəla kuntuma mislə Əli ibn Əbi Talib. Allah-u Teala dedi, siz bən niyə Əli ibn Əbi Talib kimin olmadınız? Görmüsünüz, mən onunla Muhammed sallallahu aleyhi və səlləmin arasında qardaşlıq bərpa eləmişəm. Nə cür onun yerində yatır və öz canını ona nə edir? Fəda edir. Bu hədislər və bu ayənin şə'nin nuzulunda İbn Abbasdan da vardı. Müxtəlif kitablarda burada nəql eləyibdir. Birinci cildidə səhifə 112-dən ta səhifə 118-ə qədər. Yaxşı. Pəs bu ayə Əmirül-Möminin barəsindədir. Canını satır Allaha. Nə alsın əvəzinə? Allahın rızası. Yaxşı, burada axır cümlə mənası nədir? Vallahu raufun bil ibad. Allah bəndələrinə nədir? Mehribandır. Bu ayəyə aid deyil. Bu kulli bu bölməyə aiddir. Hər ikisinə yəni. Ki Allah-u Teala böldü iki qrupa. Düz. Dedi, fədakarlıq insanlar aləmdə. Bunlar
öz canlarından geçməklə kulli insanlara bir rəfətdir, rəhmətdir. Bunlar olmasalar din qalmaz, bunlar olmasalar məscid qalmaz, bunlar olmasalar mənəviyyət qalmaz. Fədakar insanlar Allahın rəufluğudur bil ibad, bəndələrə. Buna oxşar cümlə ayrı ayədə var. Deyir, əgər Allah-u Teala bir sıra insanlarla zalimlərin şərrini dəf eləməsəydi, fəsadı yer üzündə dəf eləməsəydi, ləhuddimət. Münhədim olardı, xərab olardı, aradan gedərdi məscidlər, hətta kilisalar, hətta kenisalar, məbədlər, Allahın evləri aradan gedərdi. Kimlər qoymayıb aradan getsin? Bu cür Bu fədakar ikinci qrup insanlar. Yəni fədakar insanlar Allahın rəufluğunu bil ibad yəni kulli bəndələr. Nə fəqət məxsus. Hətta Allah-u Teala əvvəl o fasid insanları da bu ayənin qabağını oxudum da qilə ləhu ettəqillah. Əvvəl onları neyini? Dəvət edir təqvaya. Bu sistem ki Allah hətta fasik insanı dəvət eləsin təqvaya. Olmasa təqvanı qəbul eləməsə bir sıra fədakar insanlarla saxlasın həqqi. Bu sistem bir rəhmətdir və bir rəfətdir bəndələrə Allah tərəfindən. Bu bölmə, bu da Əmirül-Mömin. Amma mən istəyirəm ayəni vaxt əgər vardı, bir ayrı baxışınandır bu ayə. Ayrı prizmadan araşdıraq. Bəli, buyurun sizə. Baxın, dünyada hər halda insan alver edir. Doğrudur. Dünya suqun. Dünya bazardır. Niyə bazardır? Çünki insan sərmayəsi var. Mənim ömrüm də sərmayədir, canım da sərmayədir, əqlim də sərmayədir, ruhum da, qəlbim də. Hər halda mən istəminəm, bu satılır. Yəni insan bazarda yaşayır. Dünya suqun, insan da dünyada yaşayır. Yəni belə deyir ki, insan bazardan qıraqdadır. Hətta gedib evində də olsa, evi də bazardır. Çünki dünya suqun. Çünki biz də bu dünyanın içindəyik. Hara geçsək, bazarda. Bazarda yox. Pəs insan bazardadır. Mühim budur ki, kimə satır? Bir. Və mühim budur ki, nə miqdar qiymətə satır. Doğru. Bu iki məsələ mühümdür. Quran deyir ki, bəzi vaxtlar insan öz nəfsinə satar. Alverin özünə satar, nəfsinə. Ona görə fəma rəbihət ticarətun. Ulaikəl-ləzinə iştərəvuz zəlalətə bil-huda. Bunlar hidayəti verərlər, hidayət gedər, zəlalətə alarlar. Hidayət geçmiş cələsələrdə də dəmizəm. İnsanın bir fitri paçlığı var. Bəzən insan fitri paçlığını verər gedər. Saf qəlbini verər gedər. Bu iki qəlbin paç olsun, bunu saxlamaq olmaz axı. Əməl olmasa saxlamaq olmaz. İnsan günahla paç qəlbi saxlayamaz. İnsan qəlbi paç olsun, o saxlamaq lazımdır. Hər halda insan bəzən o qəlbi paçlığını verər, əvəzinə azmış bir ruh alar. Bir günahkar bir ruh alar, günah fikirləşən bir insan olar. Çevrilər bir şeytana, çevrilər bir alladana, çevrilər bir həmişə qəzəbli bir insana, həmişə bir şəhvət dalıncan olan bir insana. Bu, alver elədi. Sərmayəsini satdı, çevirdi özünü buna. Bəzi insanlar belədir. Quran ona görə deyir ki, Həl ədullukum ələ ticarətin tunzikum min əzabin əlim. Deyir, sizə mən bir ticarət görsədim, siz nəcat tapasınız. Pəs insan nəfsinə də sata bilər. İnsan şeytana da sata bilər. İnsan başqasının, onun bunun sözünə də sata bilər və Allaha da sata bilər. Bu ayə deyir, bir satıcı da, alıcı da kimdir? Allahdır. Allah alır. Necə ki, şəhidlər ayəsində də İnnəllaha eştəra minəl mu'minin ənfusəhum və ənva. Allah möminlərdən alır canlarını Allah, satın. Pəs bir, budur ki, satmaqda biz diqqət eləməliyik. Kimə sataq? Quran deyir, Allaha satsun rebhidir, qazancıdır, başqasına satsun xəsarətdir. İnnəl insan ləfi xusr. Ziyandadır. Çünki başqasına satır, heç nə qalmaz. Ömrün gedər, sərmayən yanar, heç nə qalmaz. Buyur. İkinci sual budur ki, mən nə qiymətə satım özümü? Bəzən insan nəcat qədərinə satar.
Hələ xristianlar bilmirəm düz deyirlər, düz demirlər. Bunlar bilmirəm, yəni təhrif olunmuşdu da, indi dəyişilmişdi bu mənada. Amma şüarları budur, biz nəcat dini yox. Bəli. Bu birdir, nəcat qədəri satasan. Ki, cəhənnəmə düşməyəsən, oddan xəlas olasan. Quran fəlah qədərinə bizi aparır, nəcat qədərinə yox. Fəlah nədir ustad? Fəlah yəni inkişaf, məhsuldar olmaq. Bir rüşd var, bir nəcat var. Bir budur ki, insan cəhənnəmdə yanmaya, bir də budur ki, insan tam inkişaf eləyə, Allaha tam yaxınlaşa. Deyir, mən sat, mənim razılığımı al. Nə sat fəqət cəhənnəmdən qutul. Nə sat fəqət behişti qazan. Qiymətin sənin yuxarıdır. Cənnət sənə məqsəd deyil, cənnət sənə mənzildir. İnsanın sükunət yeridir cənnət, nəinki məqsədidir. Düz. Deyirsən, Allahdır sənin məqsədin. Ona görə mərzatillaha sat. İnsan Allah razılığına satsa, da behiş də verərlər, cəhənnəmdən də xəlas olar. Amma qiyməti yuxarıdır. Ayrı bir zatdır bu. Bu ayə ondan danışır. Deyir, əvvələn Allaha satır. Bu birinci sualın cavabı. İkincisi də qiyməti də ibtiğa mərzatillahdır. Allah rızayəti. Pəs şeytana satmır, nəfsə satmır, onun bunun sözünə satmır, bir. Ona görə cənnət üçün də satmır, behişt üçün də satmır, ibtiğa mərzatillahdır. Allahın razılığı üçün satır. Bu nə əməldir ki, insan o qədər xalis ol əməli, hətta Allahın öz nemətlərinə görə yox, Allahın özünə görə iş görə. Bəzən insan Allahın nemətlərinə görə iş görür, behiştə görə iş görür. Deyir, yox, bu insan ayrı modeldir. Bu Allah'a heç kim əvəz eləməz. Buna deyirlər muxlis. Ki, ancaq xalis olub kim üçün? Allah üçün. Deyir, bu insanlar aləmdə səbəbdirlər Allah bəşərə rəhmət eləsin. Vallahu raufum. Allahın rəhməti bu cür insanların vəsaiti iləndir. Vasitəsilə. Bu vasitəsilə. Ona görə davamında gətiribdir. Vallahu raufun bil ibad. Vallahu raufun bil ibadın nə əlaqəsi var bu cümlə ilə? Bəli. Yəni burada nə rəhmət var? Burada bu cür insanların olmağının rəhmətidir. Çünki bu cür insanlar fədakardırlar. Həm Allahın dinini yer üzündə saxlarlar, həm insanları fasidlərdən uzaqlaşdırırlar. Çünki can verməyə hazır olsa insan işlərdən qorxmaz. Ona görə ayə vardı Əmirül Möminin barəsində. La yəxafunə lavmətə laimin. Heç danlaq gətirənin, danlayanın danlamağından bu qorxmaz. Nigaran olmazsa sabah ayıb olar, eyvar. Biz bəzən görürsən günaha düşürük. Nədən günaha düşürük? Bu ki, mən toy eləsəm, filan məsələlər olmasa ayıb olar. Bəli. İnsanlardan ayıb olar. İnsanlardan ayıb olar. Bəli. Bu Allahdan ayıb oları özünə önəm götürübdür. Mərza, ibtiğa mərzatıyla insanlardan ar olmağı yox. Bu mühim bir məqamdır ki, Allah-u Teala Əmirül Möminin barəsində bu ayəni nazil edir. Çox gözəl ustad, Allah razı olsun. Həqiqətən çox dəyərli sözlər idi. Qısa fasiləmiz olacaq, fasilədən sonra davam edəcəyik. Dəyərli tamaşaçılar, Muhammed və Ali Muhammedə salavatla qısa fasilədən sonra verilişimiz davam edəcək. Çərçivəsində suallarınıza cavab verək. Ustad, icazənizlə suallara başlayaq. Birinci sualımız səslidir, dinləyək. Aleyküm və rəhmətullah. Aleyküm salam. Bir sualla müraciət eləmişəm, yenə qarşı tərəfin bizə tutduğu iradlara görə tutarlı cavab istəyirəm. Bu Qədir gecələrində ki, biz Quranı başa qoyuruq, Bəli. dua edirik.
bu hansı hədislərimizə görə, yəni biz bu əməli eləyirik, hansı mənbəyə söykənərək bu Quranları başımıza qoyuruq və bunun mənası deyək də nədir? Birinci sual. İkincisi ki, biz duamızda dua edirik ki, Pərverdigara, məsəl üçün, əllərimizi namut qaytarma, Pərverdigara, dualarımızı müstəcabı xətmə və xeyr ilə. Düzdür. Pərverdigara, İmam Zaman ağamızın zuhurunu təcil və s. Bu qarşı tərəf bu Pərverdigara sözünü deyir, bizə aiddir. Yəni, bu duanı, yəni biz, bu duanı biz gözəl ustadımız, alimimiz Ocaq Nizad ağa öyrədib bizə bu duanı. Bəli. Yəni, onun bizim boynumuzda bir haqqı var. Və bu Quran başa qoymaq da yenə Ocaq Nizad ağanın məktəbindən biz dərs almışıq. Düzdür. İstəyirəm, açıqlama gətirərsiniz bu iki sualıma. Bəli, təşəkkür edirik. Allah razı olsun. Çox maraqlı sualdır. Ustad, son zamanlarda mənfur tayfa olan vəhabilərin ən çox bizə etdiyi iradlardandır ki, Quranı başa qoymaq nədir? Bir də ikinci sual soruşur ki, Pərverdigara demək bizim İslam dinimizdə yoxdur. Pərverdigara yoxdur. Bəli. Nə qədər dualarda Allahümmə var. Bəli. Yəni, Allahümmə, Quranın özündə də Allahümmə var. Bəli. Quran başa qoymaq, biz qulları yoxduyaq ki, başımız üstə yeri var.
Aleyküm. Allah'ın xeyri, bərəkəti sözü olsun. Allah Teala Peyğəmbər əhl-i beytindən bizi ay salmasın. Allah Teala nəzərinə əski olmayasın. Amin inşallah. Təşəkkür edirəm. Sizə sualım budur ki, bu Meysəm yağışının duaların oxuyub ayın neçəsinə Bəli. yığmaq və neçəsində də duanı oxumaq lazımdır. Zəhmət olmasa bu haqda məlumat verərdiniz. Bəli. Təşəkkür edirik əziz anamıza. Allah sizləri qorusun. Daim belə gözəl suallarla verilişimizə müraciət edirsiniz. Buyurun Bəli. ustad. Bəli. Bu hədislərdə Ümumiyyətlə belə bir dua var ustad. Duası da var, bəli, məfatihə müraciət belə bir edirsə, əməl. bəli. Amma o iki günləridir. Novruz bayramından 22 gün gedəndən sonra, Aprelin əvvəlinə düşür. yəni Novruz bayramından 3 həftədən sonra təqribən Doğru. Neysan yağışları yağar. Bir ayacan bu yağış yağmaq davam tapar. O yağışlara öcür deyərlər. Bu da vacib əməldir. Baxın, mən keçən səfər də ərz elədim. Biz bəzən bu cür şeylərlə dinimizi qane eləməməliyik. Yəni Məhdud etməməliyik. Məhdud bir də bu 10-cu dərəcəli bir sözdür. Biz əvvəl istəyirik əgər dini əməl eləyək, vacibatdır. Sonra gecə namazı bundan qabaqdır. Doğrudur. Müstəhəbbi sədəqələr bundan qabaqdır. Bu olur 10-cu dərəcəli iş. Yəni biz bəzən mümkündür namazı qoyuruq kənara, gecə namazını qoyuruq kənara, müstəhəbbi sədəqələri gəlirik elə fəqət bundan yapışırıq. Bu da dində var, indi rivayətləri var. Məfatih ərz elədim də, Novruz bayramından 3 həftə sonradan. Yəni indilərdə başlayan yağışlardır. Bəli. Təqribən həndə bu yağışlar Neysan yağışlarıdır. Bir ayacan davam tapar. Amma bu dinin nə əsli, usulü dinləndir, nə furu dinləndir. Bəli, çox gözəl ustad. Allah ömrünüzə bərəkət versin. Bir xanım öz inəyinin yağını satır. Ancaq yoldaşı icazə vermir deyə, yəni o səhv etmirəmsə gizlin satır və deyir özümə də pul lazım olur. Yəni bu adamdan yağ almaq olarmı? Əgər özünün inəyidir, yəni özünün milkidir, heç kim başqasının malına eləyənməz müdaxiləsin, məgər səğir ola. Səğir nədir ustad? Yəni bir nəfər həddi buluğa yetişməyən. Yəni uşağın malın atası sata bilər, uşaq sata bilməz. Amma xanım səğir deyil ki, xanım özü baliqdir, müstəqillidir. Biz ailə quranda deyirik belə, biri diktator olur, o birisi də hakimdir. Hakim olur. Bu cürdə ailə qurmanın özünün bir sıra qayda qanunları var. Bir sıra xanımın haqqı var, bir sıra kişinin haqqı var. Bəzi zatlarda nə xanıma aiddir, nə kişiyə, hərə özü müstəqillidir. Ustad, siz də bizim Azərbaycanda yaşamısınız. Bu morid onu oxşuyur ki, məsələn, məmulən usta kişi alır da, evin idarə edicisidir. Məsələn, ərə alsa inəyi, ərə məxsus olsa... Mən öcür dedim də, bax, bir budur ki, inəyin maliki xanımdır. Düz. Yəni bu inək öz pulu ilə gedib alıb. Ya atası hədiyyə veribdir. Atası rəhmətə gedibdir. Ondan irsi qalıb. Ondan irsi qalıbdır. Bu inək özüdünküdür. Özü bilər nə edir. Yəni burada da həyat yoldaşının icazəsi lazım deyil. Heç həyat yoldaşı qarışması da günahdır. Doğrudur. Yəni belə bir başqasının haqqına girirsən. Bu bütün onun insanlar iqtisadi cəhətdən müstəqildirlər öz mallarına. Ən-nasu musallətun alə amvalihim. İnsanlar öz mallarına müstəqildirlər və başqası dəxalət edəyənməz. Amma əgər kişinin malıdır, yoxdur, onda xanım dəxalət edəyənməz. Xanım istəsə... Gizlin satanmaz. Gizlin satanmaz. Heç əsən, əgər ağanın icazəsi yoxdur, ondan bir iş istifadə edəyənməz. Çünki nəfəqə ayrıdır, o ayrıdır. Mümkündür, kişi ayrı yolla biləsinə nəfəqə verir. İndi usta, gələk tamaşaçımızın sualına. Mal, inək kişinindir, xanım... Sualda o cür var kişinindir. Yox, sualda bunu deyir ki, gizlincə satır, mən ondan ala bilərəmmi? Biləm, o mal kimindir? Onu qeyd eləmir, səhv eləmirəmsə. Əgər o inək... Bir xanım öz inəyinin yağını satır, ancaq yoldaşı icazə vermir. Əgər öz inəyinin sualın fərzi budur ki, xanımın özünün inəyidir, ala bilər, heç problemi yoxdur.
həyat yoldaşı da icazəsi yoxdur buna qarışsın. Aha. Amma əgər kişinin inəyidir və bu kişinin malını istəyir gizlincə satsın, xanım günah eləyir, bir. Bəli. O kişi də, o şəxsi də ala bilməz bundan. Aha. Çünki o haram mal olar. Doğrudur. Əhsən. Salam. Şərab içilən boş istəkanı 20 litrlik qaba salıb bilmədən su götürüb içərsə, o 20 litrlik qabda su nəcis olur? Bəli, əgər şərab içən qab nəcisdir, pak olmayıbdır, kürrü sudan aza, yəni o kürrü bir miqdar sudur ki, Bəli, təqribən 274 litr. 3 barmaq yarım eni olar, 3 barmaq yarım boyu olar. bəli. Neçə litrdir də? Kürrüdən az olsa, hər nə nəcis düşsə, O da nəcis o da nəcis olar. Salam. Yusif surəsinin 67-ci ayəsi gözdəyməyə qarşıdır. Çünki orada Yusifin qardaşlarından gedir söhbət, ona görə maraqlıdır. Bir də səsli sualımız var, yoxsa? Onu mən bilmirəm, gərək baxaq şəhənin uzunluğuna. Bəli, Yusif 67 usta. Yusif 67-də. Bəli. O birisi sualı soruş, sonra burada ərz edəyəm. Usta deyir, inək xanımında, amma kişinin evində saxlayır. Eybi yoxdur, yenə də özündür. Özünün. Bəli. Yusif, mən bu dəqiqə deyim sizə tez ustad. Yusif. Yusif surəsinin neçəncə ayə? 67 usta. Bəli. Və qalə ya bəniyyə la tədxulu min babin vəcud. Burada öcür bir məzmunlu bir söz yoxdur. Mümkündür bir baxımı oğula. Baxın, burada Həzrəti Yaqub Peyğəmbər öz oğladlarına tövsiyə edir ki, bahəm bir qapıdan girməyin Misrə. Dağılın. Müxtəlif qapılardan. Bəli, bir cəhəti budur ki, mümkündür nəzər eləyələr. Sizin 11 dana rəşid bir insanlar baxalar və nəzər eləyələr. Bəli. Bir də mümkündür, o tez tutulasınız. Aha, qorxu təhlükəsi var. Doğru, yəni bir nəfər girsöz mümkündür, çox həssasiyyət yaranmıyor. 11 nəfər girəndə elə bir qoşun girir bir şəhərə. Şəhərə. Yəni bu fəqət məniləmə olmaz nəzərə. Bu həm nəzər mümkündür bəhs ola, mümkündür qorxu bəhs ola. Bəli. Yəni ehtiyata bəhs ola. Doğrudur. Birlikdə namaz qılarkən səssiz namazları biraz səsli deyirəm. Məni çox narahat edir ki, görəsən səhv etmişəm, evdə də naməhrəm olmur. Xanımdır sorursan, kişidir. Məlumdur. Birlikdə namaz qılarkən səssiz namazları biraz səsli deyirəm. Səssiz namazları Səsli deyir. Məsələn, zöhrə eləyənməz əsr. desin. Aha, kişidirsə. Xanım da. Kişidir usta, deyirlər kişidir. Heç eləyənməz desin. Yəni səssiz insan naməhrəmə görə deyil ki, indi Həmd-i surə oxuyur, naməhrəm də olsa səsli oxuyur da. Yəni o naməhrəm bəhsi deyil. Allah-u Teala namazları böyle bir iki qismə, iki hissəyə. Bir sıra namazların Həmd-i surəsini bəhdən qılmalıdır, səsli. Bir sıra namazların Həmd-i surəsini aram və yavaşdan qılmalıdır. Bunun naməhrəmə də dəxli yoxdur bu bəhsin. Düz. Ona görə eləyənməz qılsın. Qılsa da əmdən bu işi görsə namaz batildir. Qəsdən qılsa, bəli. Ustad, niyə biz zöhrə əsri səssiz qılmalıyıq? Şamı, sübhü səsləndir. Fəlsəfəsi, hikməti var. Fəlsəfəsi dəqiq bilmirik. Fikri məsələdir bu. Allah-u Teala vurur. Amma bir hədislər də vardır ki, Cəbrail bir cür örgətdi Peyğəmbərə. Yəni Meyracda dedi bunları aram qıl, Peyğəmbər də aram qıldı. Amma sirri fəlsəfəsi nədir biz bilmirik. Biz dinin bəzi hissələrinin əsli sirrin və fəlsəfəsindən xəbərimiz yoxdur. Əslən, vəhy ona görədir və illə bizim əqlimiz hər zada yetişsəydi də vəhyə ehtiyac yoxumuz idi. Maraqlıdır. Selamun aleykum. Ustad, mən dializ xəstəsiyəm. Mənə böyrək köçürmək üçün xumus verə bilərlər. Xahiş edirəm, cavab verərdiniz. Ustad, dializ yəni böyrək çatışmamazlığıdır. Zəkat verə bilərlər. Xumsu yox. Xumsun məxsus yeri vardır. Xums yəni
yoxsul seydə verilsin, yoxsul seydə. Bir də imam, bir qisməti də dinin yayılmağında istifadə olunur. Səhmi imam deyərlər, səhmi sadat deyərlər. Amma zəkatın, Quran buyurur, zəkatın bir hissəsi yoxsul üçündür, mescid üçündür, Allah yolundadır. Bu unvanlarla zəkat yetişər biləsin. Amma xumus yox. Bəli. Salam, axşamınız xeyir. Höccəti salamlayıram. İmamət və nübüvvət haqqında biraz danışardınız, zəhmət olmasa. Allah razı olsun inşallah. Təşəkkür edirəm. Bəli. Nə barədə? İmamət və nübüvvət haqqında. Bunu biz geniş söhbət eləmişik. Elə biz bu ayələr əslində imamət ayələridir. Amma əgər məqsədi budur ki, imam ya nə mənə, nübüvvət ya nə mənə, cavab budur ki, o iki insana yol göstərir, onlar peyğəmbər. Yəni, nəbi, yol göstərən. O işi aparır bu yolda insanı, onlar imam. Düz. Biri durubdur, insana adres verir. Bu, onlar nəbi. Ki, sən buradan filan yerə gedərsən, məqsəd, sağa dönəsən, belə eləyəsən, bu sıratı yolu mənə göstərir. Bu, onlar nəbi. Bir də deyir, yox, mən aparım səni. O karvan başçıları olaraq, ki, məsələn, həccə apararlar, Ətəbata, Kərbəla. Bunlar, bu aparır. Bir də budur ki, yox, sən deyəsən, bir nəfərdən deyəsən, sən mənə deyəcəm, nə cür gedim Məkkəyə, həccə. Bu sənə deyirlər, get bu əməlləri elə, get, özün get. Amma sənə izah edir. O nəbilik işidir. İzah edir, başa salır, yolu göstərir, aydınlaşdırır, bəlağ, təbliğ edir. Amma bir də budur ki, yox, əlindən yapışır, aparır. İmam yəni qabaqda gedən, karvanın qabağında gedir və səni aparır. Pəs Peyğəmbər yol göstərəndir, imam yolu aparandır. Mümkündür, Qurandan belə çıxır ki, bəzi Peyğəmbərlər imam da olublar. İbrahim Peyğəmbər. Quran Bəqərə surəsində deyir, İbrahim imam da olub. Səcdə surəsi və Ənbiya surəsində 103 və 74-də vardır ki, Həzrəti İsmail də imam olub, Həzrəti İshaq da imam olub, Yaqub da imam olubdur. Quran deyir, kullun minəs salihin və cəəlnahum əimmətən. Əslən, bu Peyğəmbərləri Peyğəmbərlikdən əlavədən nə məqamından çatdırmışam? İmamət məqamında. Pəs, bunlar belə deyir ki, bir nəfər Peyğəmbər olsa imam olanmaz. Amma sonuncu Peyğəmbər də qutuldu da, Peyğəmbərlik qutuldu. Son Peyğəmbərlik qutuldu da, sonuncu Peyğəmbərdən sonra da heç Peyğəmbər yoxdur. Ta o Peyğəmbər deyək ki, imam olacaq ya olmayacaqdır. Peyğəmbərlik qutuldu. Bəli, imamət qutulmayıbdır. Hətta hadis var ki, 2 nəfər yer üzündə yaşasa bir imamdır. Maraqlıdır. Növbəti sualı oxuyum. Sual, vilayət xassənin əsas mənası nədir? Əsas mənası bu ayət-ül kürsüdür. Allahu vəliyyullezine amenu. Allah bir tamamı insanlara vəlidir. Allahu huvel vəli. Vəli burada yəni Allahın tədbiri altında, Allahın hakimiyyəti altında aləm idarə olunur. Aləmin Allahdan qeyr hakimi yoxdur. Yəni, həqiqi mənada. İndi biri də özünə hakim görür, hakim görmür. Bu, Allahın ixtiyaratıdır. Allah ona dünyada müvəqqəti bir izn verib, müvəqqəti bir fürsət verib ki, özünü inkişaf elətdirsin, ya tənəzzül elətdirsin. Hər halda bu yeryüzünün ali hakimi kimdir? Allahdır. Allahu huvel vəli. Ham üçün. Kafir üçün də, mömin üçün də heç kim eləyənməz Allahı acizləşdirsin. Heç kim eləyəməz Allaha qalib gəlsin. Heç kim eləyəməz Allahın qoyduğu qanundan xaric olsun. Bu məsiyyət də Allahın ixtiyar qanunundandır. Allah eləyə bilər insanın ixtiyarını əlindən alsın, məsiyyət də eləyənməsin. Amma onda insan inkişaf elənməz. Onda insan bilinməz nədir. Hər halda bu vəlilik umumi vilayətdir. İnsan Allahın sözünə baxsa, Allah bunu xüsusi özünün vilayətini alar. Qoruyar bunu günahlardan. Bəzi etaplar insan getməlidir. Bəzi etaplardan Allah insanın əlindən yapışar, aparar. Vaxtı Allah insanın əlindən yapışdı, apardı, ona deyirlər xüsusi vilayət. Hamandır ki, Quran buyurur, Allahu vəliyyullezine amenu. Allah kimin vəlisidir? Onlar ki, imandır. Bir də ayə deyir, Allahu huvel vəli. Allah Hasan hamiyə vəlidir. Mütləq. O mütləqdir, hamı üçün.
O hakimiyyət mənasındadır. Bu xüsusi himayətdir. Allahın xüsusi nüsrətidir, məhəbbətidir, himayətidir. Amma bu vilayəti biz əslən vilayət kanalında vilayət ayələri adı ilə danışmışıq bu vilayəti. Çox gözəl ustad. Salam, yaqut daşının fəzilətləri nədir? Bunu çox soruşurlar. Mən yaqut daşını bilmirəm nədir ta fəzilətini. Yaqut. Yaqut, mən də hədislərini bilmirəm yadımda. Bəli, ustad, bu da maraqlıdır imamlar haqqında deyəndə vilayəti həm təşriidir, həm təkvini. Burada xuluv qabağa gəlir. Bu ittihamla bəzən şiələr ittiham edirlər. Bunu necə açıqlayır? Xuluv, yəni əvvəl xuluvu məniləsin, ondan sonra görək qabağa gəlir. Yox, gəlir, bəli. Yəni əvvəldən özü xuluvu məniləsin bizə. Yox, başa düşək, xuluvu nə cür məni eləyir? Aya o məna düz mənadır. Ondan sonra görək bu sözlər xuluvla düz gəlir, düz gəlir. Yəni bəzən insan bir kəlməni fəqət özün örgəşər. Mənasını örgəşməli. Yəni əvvəl gərək o tərəf mənasını deyə nə deməkdir? Bir nəfər var idi, bir söz danışırdı. Dedim ki, əvvəl hələ oxu görün, bu bilirsən nədir? Gördüm, ərəbi bacarmır. Hələ onun mənasını bilmir. Hələ qalsın, gəlsin oxumağın bacarmır. Bəzən insan bəzi adları o kəlməsini örgəşib, sözün örgəşib, içərisini yox. Muhtəvasını bilmir nədir. Ona görə xulov budur ki, insan gələ bir insanı ilahiləşdirə. Məsələn, onu məbud görə. Ya Allaha xas sifətləri ona verə. Yəni, Allaha aid sifətləri ona verə. Məbud olaraq, ya Allahın özün əsmayı ki, məxsusdur Allaha, bunu gətirə. Vəli bir insanı, kamil insan biləsən. Kamil insan xulov deyir ki. Gərək bunu bəhs eləyəsən ki, kamil insan haracan çata bilər? Bəli, sərhədlərə qədərdir. Sərhədlərə qədərdir. Aya kamil insan eləyə bilər, ölü dirissin? Bəli. Quran deyir, bəli. Pəs bu qolovu deyir. Aya kamil insan eləyə bilər, ağır xəstəni şəfa versin? Elmi qeyb bilə bilər? Onda görürük ki, əsanı əjdahıya çevirə bilər. Bunlar görürsənir ki, biz bəzən bir söz deyirik, hələ mənasını içəridən öyrənməmişik. Qolov gərək olmaya. Düzdəy qolov. Biz demirik ki, düzdür. Qolov, biz də rədd edirik. Əsən biz qolatı, Şiə məzhəbində qolat kafirlər qismindəndir. Bəli. Amma bizim sözümüz budur ki, sən iki qolat söz işlədir. Sən əvvəl qolatı məni elə yox, başa düşmüsən? Ya yox, bəli. Onu məni eləyəndən sonra görək başa düşmüsən ya yox. Gələk bu tərəfdə baxaq, görək din baxımından insanı kamil hansı dərəcələrə çata bilər? O dərəcələrə çatsa da qolat deyil. Quran özü deyil çatar o dərəcəyə axı. Bu, bəzilər deyirlər, insana bir sifət nisbət versin, biraz kamil sifət olsa, bu olar qolat. Yəni, desək, bu insan qeyb bilir, bəs oldu qolatda. Quran deyil, qeybi bilir. Deyir, o diriliyindəydi də, usta. Hər halda, bəs indi bu dirilik, ölülük fərqi yoxdur burada bəhsi. Bu bəhsi də. Bu, aya elmi qeybi bilmək. Potensiyalı var ya yox insanda, kamillığında, kamil insanda bu xasiyyət var ya yoxdur. Əgər var, pəs qolat qalilik deyib. Söhbət hələ bu teoriyadan gedir. Bu, yəni, potensialdan gedir. Gerçəkdən danışmır. Kimlər çatıbdır, kimlər elmi qeyb bilir, kimlər bilmir, bundan diri bilir, ölü bilmir. Bundan danışmır. Bu iki aya, bu sifət özü nədir? Ona görə mütəəssifanə bəzən dinşinaslığı veriblər bir sıra insanlar əlinə ki, 2 dana kitab oxuyub, 2 dana. İlahiyyatın 20 min, 50 min kitabı var. Bu 2 danasını oxuyub, deyir, nədir? Mən ilahiyyatçıyım. Mən ilahiyyatçıyım. Adın qoy ilahiyyatçı, gəlir bəhs edir. Bir nəfər var idi, bu dərs oxuyanmırdı. Getmişdi, dua eləsin Allah. Allah mənə xulasa yola ki, dərs oxuyar. Bu da Allah Müteal da bunun yuxuda biləsinə bir xulasa Bismillah vermişdi. Bu yavaş-yavaş dərs oxuyurdu. Dərsləri başa düşürdü. Ustada tənqid edir. Dünənədən gizlənirdi ustaddan. İndi irad edir. İndi irad eləyir. Ustadın sözləri danışır. Ustadın sinifin dağıdır.
Ustad da biraz baxır, görür ki bu beləncə olmayacaq da bu. Bəli, belə gedən mən. Dedi ki, o adam ki sənə bismillah öyrədib, mənə vələzzəlinəcə öyrədib. Yəni bu yolun eybi yoxdur. Sən dinşünaslıq elə, dini öyrən, kitabını oxu, yolun get. Hamiyə azaddır dinşünaslıq. Amma dinşünaslıq, dini araşdırmaq. İndi bir nəfər məsələn 2 daha gedib aptekdə 2-3 daha dərman öyrəşib adlarını, gəlib tablo bura ki, həkim filan kəs. Bəzən beləncə olur. Bəli, çox gözəl ustad. Allah razı olsun həqiqətən. Çox maraqlı veriliş keçdi. Sonda bir dua edin inşallah. Allahdan istəyirik bizi dini tanıyıb və din ilə yaşayanlardan qərar versin. Amin inşallah ustad. Allah razı olsun. Mən də öz adımdan, veriliş adından sizə dərin təşəkkürümü bildirirəm ki, dəvətimizi qəbul edib gəldiyinizə görə. Allah ömrünüzə, ilmünüzə bərəkət versin. Belə dəyərli tamaşaçılar, həqiqətən çox maraqlı bir verilişin sonuna çatdıq. İnsan gərək Quran-ı Kərimi öyrənəndə, Quran-ı Kərimi oxuyanda bu cür oxusun, bu cür öyrənsin ki, sabah qiyamətdə Mütəal Allaha deyəcək dəqiq sözlərimiz olsun. Allah amanında gecəniz xeyrə qalsın. Ya ilahi ve muciri men bisirril gaybi ya'lem salli ya Rabbi ve sellim thumma barik ve terahham